Salamlar, hamınıza xoş gördük. Ümid edirəm, gözəl gün keçirirsiniz. Və bugünkü mövzumuz Instagramda sorğu olaraq açdığım və ən çox səs toplayan mövzudur. Bu mövzumuzun adı pul niyə gəlmir? Yəni bugün sizinlə pul haqqında danışacağıq. O pul ki, eramızdan əvvəl 600-cü ildə insan həyatına daxil olub, Lidiya dövlətinin təxminən Türkiyə ərazisinə düşür və bu günə qədər insan həyatında qalır və ildən ilə də öz varlığını daha da dəyərli hala gətirib, belə deyək. Və insan həyatının hazırki müasir dövrdə yaşaması üçün, rifah içində yaşamaq üçün lazım olan şeylərdən ən birincilərdən elə pul gəlir. Pul bizə nəyi verməlidir? Ümumiyyətlə pul enerjisindən nəyi gözləməlisiniz? Münasibətlərin yaxşı olması, gözəl münasibətlər yaşaya bilmək, rifah içində dolğun bir həyat və azadlıq. Yəni pul haqqında düşündükdə ağlınıza sadəcə shopping, sadəcə yemək içməklər, gəzməklər gəlməsin. Ağlınıza ilk öncə bu anlayışlar gələrsə, bunların formalaşması onsuz da o şeylərin içində baş verir. İndi bunlardan danışdıqda münasibətləri niyə pulla əlaqələndirdiyimdən danışım sizə. İnsani münasibətlər. Məni uzun zamandır izləyirsinizsə, məni tanıyırsınızsa, yəni sadəcə YouTube yox, Instagramdan izləyirsinizsə, bilirsiniz ki, mən sizə həmişə deyirəm ki, ətrafınızda insanlar saxlayın, gözəl münasibətlər qurun, həyatınızda həmişə gözəl insanlar olsun. Yəni bu gözəl dediyimiz xoş münasibətlər, gözəl bir yemək ətrafında toplaşmaq, bir çay süfrəsi ətrafında toplaşıb o münasibəti davam etdirmək, gəzintiyə çıxa bilmək, bir neçə saat söhbətin içində qala bilmək, enerjidə qala bilmək kimi. Və bu münasibətlərin davam etməsi bir tərəfdən də insanın mental sağlamlığı ilə bağlıdır. Yəni sən bütün günü nə edim, necə yemək tapım, necə dolanım, ev pulu, yaşam şərtləri, qida, geyim və s. kimi dərdlərlə məşğul olarkən insanın mentalına ayıracaq zamanı qalmır. Yəni bir növ insan özünə sanki yaraşdırmır ki, yəni mənim bu qədər böyük bir dərdim var, mən necə dostluq düşünüm, mən necə münasibətlər düşünüm bu şəkildə. Ona görə də pulun insanın qatacağı dəyərlərdən biri də məhz insani münasibətlərdir. Hansı ki, bu insani münasibətlər həyatımızda çox daha dəyərli və gözəl edir. Daha sonra danışdıq ki, dolğun həyat yaradır insana. Bu da nə deməkdir? Düzdür, biz deyirik ki, 0 manat ayırmaqla, təbiətdə vaxt keçirməklə, açıq havada gəzməklə, özün özünə əyləndirmək, öz əhvalını yüksəltmək də mümkündür. Lakin bir də baxın ki, idmanla məşğul ola biləcəyiniz, hansısa bir zala gedə biləcəyiniz və yaxud da ki, hər hansı bir idman növü ilə məşğul ola biləcəyiniz bu fərqli idmanlar ola bilər. Golfa gedə bilərsiniz, tenisə gedə bilərsiniz, boksa yazıla bilərsiniz. Bu sizə qalıb tamamilə. Daha sonra fərqli qruplarda ola bilərsiniz. Bu musiqi ilə bağlı ola bilər, teatrla bağlı ola bilər. Yəni sizin tamamilə şəxsi zövqünüzlə bağlı olan şeylərdir. Dünya səyahətləriniz ola bilər, ölkə daxili səyahətləriniz ola bilər, fərqli topluluqlarda olmağınız ola bilər. Bax, bunların da belə deyək də, fonunda oraya yatırdığınız müəyyən bir vəsait olur. Yəni burada sən artıq onu pul itirmək, pul xərcləmək olaraq görmürsən. Öz mentalına yatırım olaraq görürsən. Və bu da yəni pulun sənə qazandırdığı önəmli şeylərdən, mətləblərdən biridir ki, sənin həyatın daha dolğun hala gəlir. Sənin çevrən formalaşır, sən özünü daha yaxşı hiss edirsən. Yəni bu bir reallıqdır ki, dörd divar arasında qalmaq insanı mental olaraq çox da yaxşı hiss etdirmir. Biraz çevrə, biraz sosial mühit, insanın özünü yaxşı hiss edəcəyi mühit olması vacibdir. Və azadlıq, insana lazım olan azadlıq, belə deyək, indi hazırda cəmiyyətimizdə dəyişir, lakin bir neçə il öncəsində insanların valideyn, evdəki böyüklərin əsarətində olması, biraz gəzməyi istəyən, biraz fərqli həyat istəyən insanlar, yəni azadlıq istəyən insanlara, gənclərə yəni yaraşdırılmayacaq şəkildə ittihamlarda olurdular. Yəni sən başqa şey istəyirsən, ona görə belə davranırsan. Yəni onların istədiyi sadəcə azadlıq, biraz rahat nəfəs almaq, biraz fərqli həyat tərzi idi ki, onu insanlar qəbul etmirdilər. Yəni azadlıq anlayışı artıq elə bir yerə gəlib çatırdı ki, həqiqi azadlıq istəyənlərlə bu azadlıq anlayışını qarışdıranlar. Yəni belə deyim də, ən sadə izahda sizə deyim. Belə düşünün. Xaricdə təhsil almaq üçün azadlıq istəyən biri ilə azadlığı sadəcə istədiyi kimi geyinmək olaraq algılamaq. Yəni bu da əslində çox normaldır. Məni doğru anlayın, amma bir də düşünün ki, hələ yaşının müəyyən şeylərə icazə vermədiyi vaxtda mən belə geyinəcəm, mən azadam, mən filan yerə gedəcəm, mən onu eləyəcəm şəklində azadlığı başqa bir şəkildə qəbul edib ona uyğun davranmaq. Yəni o həmin insana bir gələcək vəd etmir. Ona o düşüncəsi ilə belə deyək, doğru ortamlara çəkməyəcək onu. Yəni bu iki azadlıq anlayışı arasında əlbəttə ki fərq var. Yəni maddi sərbəstliyin verdiyi azadlıq səni rifahına xidmət edəcək şeylərə aparmalıdır. Nəinki yanlış ortamlarda olub yanlış şeylərə yatırım etmək. Amma bayaqdan misal çəkdiyim şeylər kimi sən o yatırımlarla həyatını çox başqa, daha üst levellərə çıxarda bilərsən əlbəttə ki.
İndi pul qazanmaqdan danışaq. Pul niyə gəlmir? Bundan danışaq. Deməli, həyatınıza pulun gəlməsi üçün çoxlu yollar var. Təbii ki, öz işin olaraq, maaş olaraq, valideynlərdən, partnyordan, yoldaşından və s. və s. Yəni bu şəkildə həyatında pullar cəmlənə bilər. Yəni biz sonsuz ehtimallara inandıqda, bu sonsuz ehtimallarla həyatımıza çəkəcəyimiz pul da sonsuzdur. Amma bu pulun belə deyək də fərqli dövrlərdə, fərqli axınlarla, fərqli intensivliklə, fərqli miqdarlarda həyatınıza pullar gəlir və siz bunu necə dəyərləndirirsiniz? Baxın, bu pulun həyatınızda qalmağa davam etməsi üçün, sizin o frekansda qala bilməyiniz üçün etməyiniz gerəkən tək bir şey var. Yəni tək bir yol var. Sizin pula qənaət edib onu toplaya bilmək bacarığı. Yəni insan həyatında bu enerjisel olaraq elə bir şeydir ki, həyatın fərqli dönəmlərində fərqli axınlarla, bayaq qeyd etdiyim kimi, fərqli intensivliklə, fərqli miqdarlarda həyatınızda pul axınları ola bilər. Yəni onları sadəcə o dönəm üçün götürüb elə ordaca xərcləyib tükətmək lazım deyil. Bunun üçün daha irəli dönəmi düşünüb burada biraz qənaət və toplama enerjisini saxlamaq və aktiv etmək lazımdır, belə deyək. İndi gəlin pulun enerjisel olaraq gələ bilməmə və yaxud da ki, gəlməsi üçün nələr etmək lazımdır, onlardan danışaq. Deməli, biz hansı mənbəni açsaq, harda araşdırsaq, nəyi oxumağa çalışsaq da bizim ilk olaraq tapacağımız nəticə, yəni bizə ilk olaraq verilən şey minnətdarlıq enerjisidir, yəni şükr enerjisində olmaqdır. Bu sadəcə belə deyək də sözdə hər şükür edirəm falan şey var demək deyil, eyni zamanda həqiqətən onu dərk etməkdir. Yəni belə düşünün. Bir şeyin məsələn təzəlikdə Ramazan ayı çıxıb, məsələn oruclu olduqda, oruc tutduqda su içməyin, əslində evində olan yeməklərin nə qədər əhəmiyyətli olduğunu görür insan. Amma normalda sən heç də onların o qədər fərqinə varmırsan. Hər dəqiqə, hər an yeyə biləcəyin bir şey var, içə biləcəyin su var. Amma oruc olduqda sən başa düşürsən ki, wow, əslində mən gün içində nələr yeyirəm, nələr içirəmmiş, nə qədər qida qəbul edirəmmiş. Bu artıq o dərk etmə anıdır. Belə deyək, qolunu itirən bir insanın indiyə qədər nə qədər xoşbəxt olmasını düşündüyü an və o an indiyə qədər özünü xoşbəxt hiss etmədiyi anlara görə düşünür ki, yəni çox boş şeylərə görə mən özümü üzmüşəm, əslində nə qədər xoşbəxt imişəm. Daha sonra həyatında biraz çətinlikləri başlayan insanlar artıq anlayır ki, mənim əslində necə rahat həyatım var imiş, mən əslində necə gözəl həyat yaşayırammış. Belə hallarda var və sevgilidən ayrılma halları, məsələn, insan düşünür ki, mən daha yaxşısına layiqəm, o yaxşı deyil, ondan ayrılır və sonra baxır ki, əslində ayrıldığı insan, həyatından çıxartdığı insan çox da yaxşıymış, yaxşı biriymiş və həqiqətən də həyatını davam etdirməyə dəyən biriymiş. Amma o anda insan minnətdarlıq enerjisindən çox uzaqda olduğu üçün bunun fərqinə varmır. Ona görə də bir şeyləri itirməyi gözləməyin. Həyatınızda bir şeylərin dəyərini anlamaq üçün onun həyatınızdan çıxmasını gözləməyin. Elə indi baxın ki, sizin həyatınızda görməzdən gəldiyiniz, dəyərləndirmədiyiniz, yetəri qədər dəyərləndirmədiyiniz nələr var və onların hamısı üçün şükür enerjisində olun. Və bunu vərdiş etməyən insan üçün bu birdən-birə nəyə şükür edim ki, axı bilmirəm, nə yazım ki, nə edim ki, şəklində bir düşüncə olur. İndi mən buralarda sizə linkdə yerləşdirəcəm açıqlama hissəsinə yəqin ki. Elə bu kanalda şükür enerjisi ilə bağlı, minnətdarlıqla bağlı kodlama da var. Açıb onu dinləyə bilərsiniz. Sizə bir yol olar, bir iz olar ki, deməli belə var, bunu da düşünə bilərəm, bunu da düşünməliymişəm şəklində. Və bu eyni zamanda bir də vərdiş məsələsidir. Artıq sən həyatında indiyə qədər olanları görürsən, buna minnətdarlıq edirsən və artıq sanki avtomatik şəkildə gün içində başına gələn şeylərdə də şükür enerjisində qala bilirsən. O duyğunu həqiqətən yaşaya bilirsən ki, şükürlər olsun, bu yaxşıdır, çox minnətdaram ki, bu belədir və burada bir önəmli detal var. Bir şey, sadəcə hər şey olduqdan sonra, məsələn, bunu əldə etdikdən sonra, deyək ki, bu əlimdə dəftər var və bu məndə olduqdan sonra ona şükür edim, amma bir də bu enerjini daha da yüksəldən şey, onun səndə olmasını istədiyin anda belə ona şükür etmək. Yəni düşün ki, bunu indiyə qədər istəmirdin ki, yəni heç bu sənin ağlına belə gəlmirdi ki, mən belə bir şey həyatımda istəyim, amma indi o sənin ağlına gəlir. Bu belə artıq sənin o şükranlıq mənbəyindir, şükür yerindir. Çünki bu enerji artıq formalaşıb. Bu maddi durum artdıqca da ağla gələn bir şeydir. Məsələn, bir zamanlar sadəcə qida düşünürdün ki, hə, yeməyim olsun, axşam yeməyim olsun, səhər yeməyim olsun. Bunu artıq təmin etdikdən sonra insan düşünür ki, hə, biraz yaxşı geyinim. Yaxşı da geyindikdən sonra düşünür ki, hə, indi biraz daha yaxşı görünüm. Artıq bədən üçün idmana getmək, evdə özünə bir alətlər almaq, məşq etmək. Biraz daha sonra artıq biraz daha bahalı geyinməliyəm. Getdiyim yerlərdə biraz daha bahalı olmalıdır. Baxın, görürsünüz, ilk şərtlərdə daha bahalı geyinməliyəm və yaxud da ki, idmana getməliyəm, yaxşı bədəndə görünməliyəm düşüncəsi yox idi ki, bu sanki sonra açılan bir mərhələlər kimi düşünə bilərsiniz bunu. Ona görə də həyatınızda yeni bir şeyləri arzulamağa başladığınızı gördüyünüz anda da bunun üçün də minnətdarlıq enerjisində olmaq lazımdır. Çünki o ana qədər
sənin ağlında elə bir şey yox idi. Demək ki, artıq səndə yeni bir kilid açılıb, yeni bir mərhələ başlayır. Və sən ona minnətdarlıqla getdikdə o yeni mərhələyə, yəni bambaşqa bir şeyə çevrilir oradakı enerji. Ona görə də bu həmişə ağlınızda olsun ki, əgər pul axınınızda, rutinizdə, bolluğunuzda müəyyən qədər azalma və s. hiss etdinizsə, o zaman mütləq belə deyək, minnətdarlıq enerjinizi, şükür enerjinizi bir kontrol edin. Baxın, görün orada nələr baş verir, bunu xatırlayın. Və bizim üzərində qalacağımız digər mövzu məqsəddir. Yəni, sən məqsəd olaraq önünə hansı məqsədi qoymusan, sən həyatında nə olsun istəyirsən? Yəni, əslində, baxın, dua da etdikdə bir məqsədin olur. O duada nəyi istəyirsən, nəyi çəkmək istəyirsən həyatına, nə üçün dua edirsən? Bu da artıq bir məqsəddir. Yəni, belə deyək də, motivasiya çıxışlarında məqsəd, hədəf və s. sözlər çox işlənib deyə, biraz şablon kimi səslənir, amma bu belə deyil. Yəni, sən həqiqətən də həyatında bir məqsədi qoyduqda, hara getməli olduğunu bildikdə, o zaman, belə deyək, indiyə qədər görünməz olan, varlıq aləminə gəlməyən şeylər də artıq sənin üçün görünür olmağa başlayır. Yəni, belə deyək, sən indiyə kimi, deyək ki, artıq bir biznes ideyası gəlir ağlına, sən artıq bir nə isə yaratmaq istəyirsən, sən nə isə formalaşdırmaq istəyirsən, nə isə ortaya qoymaq istəyirsən. Yəni, baxın, bu mənim əməyimdir, bu mənim zehnimin əməyidir, bu mənim əlimin zəhmətidir, mən etmişəm, mən yaratdım, mən hazırladım bunu. Bu məqsədə gəldikdə artıq sənin zehnin də bu yöndə çalışmağa başlayır. Sənin zehnin də bunun üçün bir şeylər yaratmağa başlayır. İndiyə qədər ağlına gəlməyən ideyalar gəlir, yeni şeylər yoxlamağa başlayırsan, həvəsin artmağa başlayır və ətrafında bunun üçün şanslar yaranmağa başlayır. Yəni, indiyə kimi elə bir şeylər yox idi, amma birdən-birə ətrafında bununla bağlı söhbətlər yaranmağa başlayır. Kimsə onun haqqında danışır. Təsadüfən bir yerə gedirsən, təbii ki, bu təsadüf deyil. Sən həmin gün, deyək ki, A-da A yerində olmalıkən B yerində olursan və B yerində sənin bu marağında olan şey barədə danışılır və orada elə bir şey baş verir ki, sən birbaşa o ideyana yönəlirsən. Yəni ki, sənin məqsədin olduğu halda, o zaman pul da sənə ora doğru gəlməyə başlayır. Bu sadəcə pula da aid deyil. Həyatınızdakı bütün şeylərə bunu tətbiq edə bilərsiniz. Karyera, münasibət, sevgi, şans, uğur, baxın, bunların hamısına bir məqsəd qoyduqda, o artıq sənə gəlməyə başlayır. Yəni, sən pul qazanmaq üçün bir məqsəd qoyursan, yəni bugün pul həyatına gəlmirsə, demək ki, sən həyatda onu məqsəd olaraq qoymamısan. Və bu məqsədi də qoyduqda, ən başda danışdığım barədə pulun bizim həyatımıza qatması gərəkən şeylər. Azadlıq, insani münasibətlər, dolğun həyat yadınızdadırmı? Baxın, onlar da ağlımızda olmalıdır. Yəni, mən bütün bunların hamısını toplu şəkildə yaşamaq istəyirəm. Yəni, sadəcə bir şeyə fokuslanmayın. Onun ətrafında daha dolu-dolu düşünün. Rəngləndirin oranı, doldurun. Və bu həmişə ağlınızda bir, sanki bir filmmiş kimi, sizin filminizmiş kimi və baş rolunda siz olduğunuz halı ilə detallandırın. Görüntü olaraq, yazı olaraq, şəkillər olaraq, yəni vision board olaraq bunu fiziki hala gətirin. Bu sizin məqsədiniz olduğunu göstərir. Deyək ki, pulla bağlı. Pulla bağlı məqsədin olması, məsələn, sən deyək ki, sadəcə yemək olaraq düşünmə. Yəni, ağlında sadəcə restoranlara getmək və yaxud da ki, çoxlu-çoxlu yeyim, çoxlu o olsun, bu olsun şəklində düşünmə. Və yaxud da ki, məqsədində sadəcə geyim olaraq qoyma. Onun ətrafını daha dolğunlaşdırmalısan. Dolğun bir həyatı məqsəd olaraq qoyduqda, yəni sən o dolğun həyatı yaratmaq üçün sənə pul lazımdır və orada o pul sənə gələcək. Sən işini dəyişə bilərsən, işdə vəzifən arta bilər, biznes ideyanı gerçəkləşdirə bilərsən. Yəni fərqli-fərqli, sonsuz ehtimallar aləmində sənin həyatına sonsuz sayda ehtimallarla o pul gələ bilər. Yəni minnətdarlıq və şükrü hazır etdikdən sonra, bu enerjini tamamladıqdan sonra indi üzərində qalacağı mövzu enerji, daha doğrusu məqsəddir. Yəni sən burada nə qədər məqsədlisən, önünə bir məqsəd qoyursan da o yöndə davam edirsən. Məsələn, aylıq gəlirin hazırda 3 rəqəmli ola bilər, 4 rəqəmli, 5 rəqəmli ola bilər və sən burada məqsəd qoyursan ki, məsələn, mən artıq növbəti levelə keçmək istəyirəm. İndiyə qədər 3 idi, 4 rəqəmli istəyirəm. 4 rəqəmli də artıq 5 rəqəmli maaş istəyirəm. 5 rəqəmli də artıq mən 6 rəqəmli maaşa keçmək istəyirəm. Bu şəkildə özünə məqsəd qoyursan və o yöndə də çalışmağa davam edirsən. Təbii ki, sən bu enerjiyə keçdikdən sonra orada bütün enerji hərəkətə keçir və sənin bu yolda fürsətlər yaranmağa başlayır, imkanlar yola çıxmağa başlayır. Sən də bunları dəyərləndirirsən və niyyətin, məqsədin də real olduğuna görə bunları reallaşdıra bilirsən. O yönə gedə bilirsən. Daha sonra biz bu haqda danışdıqda ev üzərindən düşünün, bir də ev enerjisinə baxaq. Evdə vəziyyət necədir? Ümumi ailənin rifahı, evdəkilərlə münasibət, evinizdə süfrə, mətbəx, yəni bunlar hamısı üzərində durulması gerəkən mövzulardır. Bu, yəni sadəcə belə deyək də, hamı bir-biri ilə xoş olsun, o zaman pul gələcək şəklində də deyil, amma bir üstün ağlın olduğu, yəni bir idarənin olduğu bir rejim istəyir pul enerjisi.
Yəni orada bir rejim, dağınıqlıq yox, hamının bir məqsədi, bir niyyəti. Biz burada daha xoşbəxt yaşaya bilərik, biz daha rifah içində bir həyat yaşaya bilərik şəklində bir-birini dəstəkləmədir. Yoxsa bir-birini çəkmək, sən elə elədin, sən belə elədin şəklində bu enerjini parçalayır. Yəni o evdə enerji bütövdürmü? Bütövdür o deməkdir ki, yəni siz hamınız eyni məqsədə yönəlmisiniz. Bu evdə daha gözəl günlər, daha xoşbəxt həyat, daha çox pul, daha çox qazanc. İndi bəzi ailələrdə, bəzi mühitlərdə bunu etmək bəlkə də mümkün deyil. O zaman sən öz enerjinə baxacaqsan. Orada onlardan gözləntini kəsib, mən nə edə bilərəm buna baxacaqsın. Çünki insan digərlərini dəyişə bilməz. Bunu heç vaxt eləyə bilməyəcəksiniz. O adam özü istəməsə, siz onu heç bir zaman dəyişdirə bilməzsiniz. Özəlliklə evdə ata-ana ilə bağlı münasibətlərdə. Mən öz təcrübəmdən, seanslardan, xanımların mesajlarından, proqramlarımızdan bilirəm ki, xanımlar deyir ki, atam elədir, əsla bir ortaq razılığa gəlmək olmur, anam belədir, əsla yaxşı düşünə bilmir. Siz onları dəyişə bilməzsiniz. Onlar artıq bu yaşa qədər o düşüncə ilə gəliblər və nələrsə yaşayaraq bu şeyin yalnız bu reallıqda olduğuna inanıblar. Və sizin sadəcə sözünüzlə onları dəyişmək mümkün deyil. O zaman dəyişə bilərsiniz ki, siz o dediyiniz şeylərlə həqiqətən də yeni bir həyat yaradırsınız özünüzə. Güclü bir maddi bir bazı toplayırsınız. Özünüzə ev almaq olsun, nə bilim, həyatın daha rifah içində yaşamaq olsun və o zaman onlar sizə inanmağa başlayıb, sən nə etdin, necə etdin deyə bilərlər. Bəzən bunu da deməyə bilərlər. Yəni onların bunu deməsi, sizə inanması şərt deyil. Bunu heç zaman etməyə də bilərlər. O zaman siz özünüzə baxacaqsınız, öz enerjinizə baxacaqsınuz. Bu, gedin onlara atın, onlara pis davranın, onları dinləməyin demək də deyil. Həmişə ağlınızda olsun ki, böyükləri dinləmək, onların, belə deyək də, könlünü xoş etməyə çalışmaq lazımdır. Enerjisel olaraq bu ağlınızda qalsın. Hər dediklərini etməmək lazımdır. Çünki dövr dəyişdikcə, zamanı dəyişdikcə həmin yaşda olan insanların, yəni gəncliyi bu dönəmə düşən, hazırki dönəmə düşən insanların düşünmə şəkli fərqli olur. O dönəmin enerjisinə uyğunlaşa bilirlər. Ona görə də müəyyən qədər özünüzə də inanmağı bacarmalısınız. Özünə inam məhz bu enerjidə göz önündə saxlamanız gərəkən şeylərdən biridir. Pulun gəlməsi üçün bu özünə inam da çox vacibdir. Yəni bunu bacaracağına, bunu edə biləcəyinə inanmalısan. Sən inanmasan, o gerçəkləşə bilmir. Yəni düşünün ki, özünə inanmırsan, o zaman sən işdə də uğur qazana bilməyəcəksən. Yəni işində uğur qazanmaq sadəcə çoxlu maaş almaq demək deyil. Yəni o maaşa getmək üçün də sən bir şey bacarmalısan. Yəni nəticədə sən o maaşı bacarığına görə alırsan. Öz biznesində, öz işində o yüksək qazancı bacarığına görə alırsan. Yəni ortada bir əmək var, ortada bir şey var. Sən fiziki məhsul ortaya qoya bilərsən və yaxud da ki, digital məhsul və yaxud da ki, tamamilə sənin zehin məhsulundur. Nəticədə bir zəhmət var, ortada bir əmək var və sən onun qarşılığında alırsan o əmək haqqını, o pulu. Yəni bacarıqlarınıza inandığınız halda, bunu edə biləcəyinizə inandığınız halda o ortaya qoyulan əmək var, onu ortaya çıxara bilirsiniz. Özünə inanmasan bu necə edəcəksən? Yəni sən o qədər bacarıqlı ol, əl əməyin olsun və yaxud da ki, çox savadlı ol. Sən ortaya bir şey qoymadıqca kim bundan xəbərdar olacaq? Kim bunun üçün sənə pul ödəyəcək? O xanımlar yazırlar ki, mən məsələn eləyə bilmirəm, bacaracağımı bilirəm, amma addım ata bilmirəm. O zaman necə olacaq? Baxın, bu özünə inanmaq deyil. Sən onu ortaya qoyub, yəni ortaya qoymaq dediyim, yəni ki, insanlara göstərə biləcəyin bir şeydir. Sənə pul necə gələcək? O əməyi ortaya qoymalısan ki, insanlar görsün və sənə onun üçün pul ödəsin. Sən bir kukla toxuya bilərsən, sən gözəl şirniyyat bişirə bilərsən, sən çox gözəl memar ola bilərsən. Yəni nəticədə bu bilgini göstərməlisən şirkətə və yaxud da ki, insanlara özün fərdi işləyirsənsə. Burada da vacib olan şey özünə inanmaqdır. Mən bunu bacaracağıma inanıram və edirəm. Edirsən, tətbiq edirsən, ortaya çıxardırsan və onu təqdim edirsən. Və burada özünə inam çox böyük rol oynayır. Yəni ailə enerjisindən gəldik, bura çıxdıq. Ailədə hamını sən dəyişdirə bilməzsən. Öncəliklə insanlarla savaşmağı bir kənara qoymalısan. Bu bilirsən necədir? Yəni sən öz zehnində bir rahatlıq yaratmalısan. Çünki pul enerjisi rahatlığı da biraz istəyir. Sadəcə ayağını uzadıb televizora baxmaq, film izləmək rahatlığı yox. Yəni özünə fokuslana bilmək bacarığı. Dolğun həyatda mən danışmışdım sizə podkastın öncəsində. İnsani münasibətlər. Yəni sən zehnində o xaosu bitirirsən ki, digər şeylərə zaman ayıra bilərsən, digər şeylər haqqında düşünə bilərsən, digər şeyləri ön plana çıxara bilərsən həyatında. Ya sən çox güclü iradəyə sahib olub, bir tərəfdə savaş içində olub, digər tərəfdə qazana bilərsən, ya da ki, əgər duyğusal olaraq bu qədər olğun deyilsinizsə, o zaman zehninizdə bu savaşı bitirməlisiniz.
Bu başqa bir mövzudur. Bundan nə vaxtsa danışaram sizə. Qidalanmaq. İnsan nə ilə qidalanır? Bayaq dediyim, məsələn, bir tərəfdə savaş olar və sən o savaşa rəğmən, o xaosa rəğmən işləyərsən, qazanarsan. Bu artıq oradan güc almaqdır. Bu da əslində əgər qurtuluş yoxdursa o xaosdan, insanın tətbiq etməsi gerəkən bir şeydir. Amma bu hamıya da aid deyil. Bunu hamı bacara bilmir. Yəni özünüzə belə bir öhdəlik də qoymayın. Baxın, görün ki, sizin üçün enerji necə işləyir. Yəni gözləməyin ki, orada savaş bitsin. Çünki həyat gedir. Çünki sənin həyatın gedir, axır. Həyat dayanmır ki. Sən ona çatmalısan. Bu çatma məsələsinə görə də gecikməmək üçün, geriyə qalmamaq üçün, həyatın axıb gedərkən sən sadəcə tamaşaçı olmamaq üçün hazırda olanlarla birlikdə həyatına davam etməyi bacarmalısan. İnsan həyatında çox şey ola bilər. Üzüntü, kədər, sevinc, ani bolluq məqamları, pul axını, çox şeylər ola bilər. Sən bunlarla birgə həyatını o rifaha aparmaq yoluna baxmalısan. Məsələn, burada pul axını dediyimi biraz açım sizə. Yəni həyatın bir dönəmi gələr və sənin əlinə çoxlu pullar gələr, amma bu sabit bir iş deyil. Deyək ki, ani bir şey oldu, bir şans idi, tutdurdun və oradan pul gəldi. Və o anda bir rahatlıq çökür insana və indiyə qədər gördüyü işini dayandırır, işinə məsuliyyətini azaldır, çalışqanlığını azaldır, davamlılığı saxlayır. Bax bu o keçib gedən həyatda sənin əlindəkiləri sanki yerə qoyub davam etmək. Bir qatarla gedirsən, əlində sənin yükün var, bagajın var və sən onu atırsan pəncərədən və gedirsən yenə o qatarla. Axı o sənə nə lazım olacaq? Axı bu indi gələn şey müvəqqətidir və onun daimi olacağı ilə bağlı heç bir qarantiya yoxdur sənin üçün. Buna görə də burada da diqqətli olmaq lazımdır ki, həyatınızda hər şey baş verə bilər. Bu kədər, üzüntü, o pul da eyni şeydir. Yəni kədər, üzüntü, müəyyən bir kədər anı ola bilər. Bu sənin sıfıra düşdüyün anlamına gəlmir. Bu sənin hər şey təzədən başlayacağın anlamına gəlmir. Bu gedişatda, bu yolda ola biləcək şeylərdir. Sən bununla o yolu getməyi öyrənməlisən. Bax bu zaman artıq davamlılığı qoruduğuna görə o pul enerjisi burada eyni zamanda məqsəd də işin içinə gəlir. Yəni məqsədini də orada qoruduğuna görə pul artıq səndən uzaqlaşa bilmir. Belə. Əslində pul barədə biz çox danışa bilərik. Başqa podkastlarda mən bu haqqda danışacağam. İndi mövzunu biraz yığcamlaşdıraq. Yəni sənin həyatında pul enerjisini artırmaq, çoxaltmaq istəyirsənsə, baxacağın şey ilk öncə öz enerjindir. Zehnində xaos varmı? Zehnində savaş varmı? Kiminlə savaşırsan? Hər gün zehnində belə elədin, elə etdin, olmazdı, etməməliydin, mən etdim, niyə belə oldu? Yəni hikkəli şəkildə öz əsəbinizi idarə edə bilmədiyiniz durumlar varmı? Bunları qoyacaqsınız bir kənara. Yəni indiyə qədər onunla bacarmadın ki, bir şey dəyişə bilmədin ki, həyatında pul artıra bildinmi? Yox. Demək ki, bunu qoymalısan. Yəni bunu hamı görməli deyil. Yəni bu insan zehnində bu belə baş verir, sanki başqa insanlara qarşı uduzmuş kimi hiss edir. Heç kim səni görmür. Bunu hamıya göstərməli deyilsən ki, mən bu problemi qoydum kənara, öz həyatıma baxıram. Bunu danışmalı da deyilsən, göstərməli də deyilsən. Sadəcə özün zehnində bunu bacar. Enerjisel olaraq o problemləri qoy kənara və həyatına bax. Çünki həyatın gedir, həyatın axır və sən bunlarla yaşamağı öyrənməlisən. Öz enerjini qoruyursan, şükür minnətdarlıq enerjinə baxırsan, həyatında məqsədinin nə olduğuna baxırsan. Yəni sənin məqsədin davamlı insanlarla çəkişmək, filan kəs elə etdi, filan kəs belə dedi, mənə haqsızlıq edildi, haqqım görülmədi, haqqım verilmədi, kimi problemlərlə mi savaşacaqsan, yoxsa yəni dolğun həyat, azadlıq, insani münasibətlər bu yoldan davam edəcəksən. Bunu mu istəyirsən? Məqsədinə baxacaqsan və ailədə çəkişdiyin insanlar varmı? Ailədə sənin davamlı üzərində savaşdığın bir mövzu varmı? Baxın, belə deyim, gözdən qoyulası bir məsələ deyil. O orada davam etsin, yəni sanki telefonda arxa fonda proqramlar işləyir. Bax, elə saxlanılacaq məsələ deyil. Sən orada savaşa bilməzsən. Sən valideynini dəyişə bilməzsən. Öz yoluna baxacaqsan. Onlara hörmətini qoruyaraq, onların könlünü müəyyən qədər xoş edərək, öz bildiyini etməyə davam edərək. O halda ki, öz bildiyinin də sənə bir fayda verəcəyini düşünürsən, inanırsan və bunun üçün çalışırsan. Yəni sadəcə sözdə fayda verəcək yox. Həqiqətən o yolda çalışırsan. Ən başda azadlıq barədə misal çəkmişdim sizə. İki fərqli nümunə. Baxın görün, o zehninizdəki onlara qarşı savaşdığınız düşüncə sizi hansı yola aparır? Yəni mən istədiyimi edim, mənim qərarıma hörmət edin, mənim fikrim var, mən bunu düşünə bilirəm şəklində düşündüyüm məsələ var. Bax gör, real şəkildə bu həqiqətən sənin rifahına xidmət edirmi bu yol? Və sən hərəkətlərinlə bunu necə təsdiqləyirsən öz həyatın üçün? Yəni həyata nə göstərirsən? Həyat sənə nə versin? Yəni həyata göstərsən ki, bax mən rifah istəyirəm, azadlıq istəyirəm, daha gözəl yaşamaq istəyirəm və bunun üçün nə edirəm? Nə göstərirsən həyata? Yəni elə bil ki, bir faktın, bir sənədin olmalıdır ki, həyat onu qəbul etsin. Nədir sənin sənədin? Yəni fakt olaraq, sübut olaraq nə hazırlayırsan? Həyat sənə niyə gözəllik versin? Niyə şans versin? Niyə uğur versin? Sən nə edirsən? Bunun üzərində bir düşünün.
Həyatınızda çoxlu pulların olmasına niyyət edək və pul mövzumuz əlbəttə ki, davam edəcək. Fikirlərinizi yazarsınız. Daha çox bilgi, daha çox məlumat üçün bizi Instagramda da izləyə bilərsiniz.